Həzrəti Rəsulullah sallallahu aleyhi və alihi və səlləm buyurur ki, ümmətim üçün 3 dənə şeydən çox nigaranam. Çox narahatam ki, mənim ümmətim o şeylərə yol verə. Birincisi Həzrət buyurur ki, haram qazancdır. Haram mal əldə eləmək, haram qazanc əldə eləmək. Deyir, çox nigaranam bu barədə. Çünki haram bir tikə, bir ömür ibadəti külə döndərər. Haram bir tikə insanı Allah övliyasının qatili eləyər. Biz onun şahidi olduq Kərbəlada. İkincisi Həzrət buyurur ki, gizlin şəhvəti, şəhvətinin, keyfinin arxasından getməyi, mən deyir, buna çox narahatam. Nə qədər insanları yerdən yerə vurub şəhvətinə qulluq eləmək, nəfsinə qulluq eləmək. Çox narahatam ki, mənim ümmətim bu şeylərə düçar olar, dünyasını da, ahirətini də məhv eləyər, qoyar oraya. Üçüncüsü isə deyir ki, sələm vermək. Sələm vermək o qədər böyük günahdır. Hədislərdə var, üzr istəyirəm ifadəmə görə. Deyir, hər kim bilərək ki, sələm vermək haramdır, böyük günahdır, götürə, sələm verə, faizə pul verə, deyir, Allahın Kəbə evində öz məhrəminlə 40 dəfə zina etmiş qədər günah qazanar. Və səbir eləyin, nə qədər böyük günahdır sələm vermək. Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm deyir ki, bu şeylərə mən çox narahatam. Həqiqətən də bu şeylər insanın həm dünyasını, həm ahirətini məhv və nabud eləyər. Ona görə Allahdan arzum budur ki, Allah bizləri bu şeylərdən uzaq olanlardan qərar versin.